Prezident administrasiyasının keçmiş rəhbəri akademik Ramiz Mehdiyevə qarşı dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham irəli sürülüb və o, məhkəmənin qərarı ilə 4 aylıq ev dustaqlığına məhkum edilib. Ramiz Mehdiyevə qarşı dövlətə xəyanət maddəsi ilə ittiham böyük rezonans doğurub və çoxsaylı ehtimallara yol açıb. Yerli mətbuatda qeyd olunan ehtimallardan biri Ramiz Mehdiyev və ona bağlı olan şəxslərin qanunsuz yolla ələ keçirdikləri külli miqdarda sərvətdən xaricdəki anti-Azərbaycan qüvvələrin nəzarəti altında olan və dırnaqarası mühacir statusu almış şəxslərdən Azərbaycana qarşı istifadədir. Bəzi iddialara görə xaricdə söyüş müxalifəti adlanan dəstəni bu komanda maliyyələşdirib və onlara yüksək vəzifəli şəxslərlə bağlı dırnaqarası ifşa edici məlumatlar yaxud yüksək çinli şəxslərin istifadə etdiyi telefon nömrələri təqdim edilir. Ehtimallar arasında Rusiya xüsusi xidmət orqanları ilə sıx əlaqə və dövlət sirrinin satılması da var. Tanınmış politoloq Heydər Oğuz etibarlı mənbəyə istinadla yazıb ki, Ramiz Mehdiyevin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikola Patruşevlə məxfi yazışmaları ortaya çıxıb. Onun iddiasına görə 87 yaşlı qoca haqqında bu qərarın verilməsinin səbəbi məhz budur.